Novruz bayramı tədbirinin hazırlıq işləri ilə əlaqədar martın 20-si səhər saat 8-dən 22 mart gecə saat 2-yədək Rustaveli küçəsinin Marniyuli meriyası yerləşən hissəsində nəqliyyat müvəqqəti dayandırılacaq. Bayram tədbiri 21 mart saat 11:00-da meriyanın önündə başlayacaq. Tədbirdə teatrlaşdırılmış yürüyüş, ənənəvi ton qalqalanması, etno güşə, idman fəaliyyətləri, uşaq əyləncə zonası, fotozona, yerli sahibkarların sərgi satışı, Qızıl Xaç və Marniyuli Mədəniyyət Mərkəzinin rəsm studiyasının sərgisi nəzərdə tutulub. 13:45-dən 17:40-dək konsert proqramı davam edəcək. Mədəniyyət Mərkəzinin müğənniləri və qrupları: Aris Hüseynov, Kuchis Biceb qrupu, Azərbaycandan dəvət olunmuş müğənni Xatirə İslam çıxış edəcək. Qeyd edək ki, Novruz tədbiri üçün ümumilikdə 156.450 larinin xərclənməyi nəzərdə tutulub. Azərbaycandan dəvət olunmuş müğənni Xatirə İslama 5000 ları ödəniləcək. O 1 saatlıq repertuarla çıxış edəcək.